Bakının Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən köhnə poliklinikalardan birində yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğının qarşısı alınması istiqamətində zəruri tədbirlər görülür. Hazırda yanğının digər iaşə obyektlərə və yaşayış binasına keçməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri can siparanə çalışırlar. Hazırda yanğın davam edir və gördüyünüz kimi tüstü və dumanlar yanğın bölgəsindən çıxmağa davam edir. Tam bu tikilinin, köhnə tikilinin yanında bir yaşayış binası var və yaşayış binasına yanğının keçməsinin qarşısı alınır. Hazırda xəsarət alanların olduğu və digər deməli xəsarətlərlə bağlı, zərərlərlə bağlı bir açıqlama yoxdur. Hazırda yanğın davam edir. Az öncə qeyd etdiyimiz kimi yanğının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zəruri tədbirlər görür. Yanğının səbəbi hələ ki məlum deyil. Qeyd etdiyimiz kimi bura 27 saylı köhnə poliklinikadır və istifadə olunmayan bir tikili olduğu qeyd edilir vətəndaşlar tərəfindən. Yanğının ilkin səbəbləri kimi bura istifadə olunmur və binanın içinə küçədə yaşayan insanların və deməli uşaqların da daxil ola biləcəyini qeyd edir vətəndaşlar. Yanğının ilkin səbəbləri məlum deyil. Yanğının səbəbləri məlum olduqda Fövqəladə Hallar Nazirliyi tərəfindən ictimaiyyətə açıqlama veriləcək. Hazırda BTV xəbər olaraq hadisənin baş verdiyi ərazidəyik. Ən son məlumatları sizlərə çatdırmağa davam edəcəyik. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xidmətinə daxil olmuş zəng əsasında Binəqədi rayonu İsrafil Həşimov küçəsində gördüyünüz kimi köhnə kürsülü taxta konstruksiyadan ibarət tikilidə yanğın haqqında məlumat daxil olmuşdur. Dərhal 12:38-də müdaxilə etmək şərti ilə yanğın mühafizə xidməti çevik və xüsusi riskli şəxsi heyətinin sahəsində yanğının qarşısı alınmışdır. Hal-hazırda bəzi ərazilərdə yanğın tüstülənmələr müşahidə olunsa da yanğının söndürülməsi işləri başa çatmışdır. Xəsarət alan bizim əməkdaşlardan yüngül xəsarətlərdir, elə bir ciddi xəsarət yoxdur. Vətəndaşlar tərəfindən heç bir xəsarət yoxdur. Yanğın ərazisi neçə Yanğın kvadratdır? ərazisi təxminən ümumi sahəsi 1000 kvadrat olsa da yanğının sahəsi 400 kvadrat metrdə əhatə eləmişdir. Bəs digər obyektlərə, evlərə? Xeyr, mühafizə olunub 1000 kvadratlıq sahənin 400 kvadratı yəni yerdə qalan tikillər, yaxınlıqda olan evlər, həyət evləri, həmçinin də Sosial Müdafiə Nazirliyi gördüyünüz kimi binası da mühafizə olunur. Səbəbi bəs varmı? Onu araşdırılacaq, əlavə sizə məlumat veriləcək. Ağaçlıq vəsitəsi. Qərargah rəisi İlqar Nəsibov. Ağaçlıq yanır mı? Ağaçlıq. Təbiətə dəyən də ziyan, vətəndaşlara dəyən də ziyan müəyyənləşdirəcək, sizə əlavə məlumat veriləcək. Kimin əməkdaşlarından neçə nəfər? 2 nəfər əməkdaşdır, yüngül xəsarətlərdir. Onlarda Ayağı qırıldığı deyilir bir əməkdaş. yüngül xəsarətlərdir. Əlavə nəsə lazım olsa məlumat veriləcək.